Hamıya salam, bu videonun başlığı hər həftə yeni bir şey öyrənirəmdir və bu videonu seri olaraq davamlı şəkildə paylaşmağı düşünürəm. Neçə vaxtdır bu videonu paylaşacağam deyirdim, amma paylaşmırdım. Bugün dedim ki, Dedim bugün olar. bu həftə dil öyrənməyi seçdim. Öz dilimə o qədər gözəl səlis danışıram ki, bir dənə bu çatmırdı və mən də bunu seçdim. Dil olaraq İspan dilini öyrənmək istəyirəm. İlk öncə Duolingo-da sadə tasklar ilə başladım. Duolingo məncə dil öyrənmək istəyənlər üçün ən yaxşı proqramlardan biridir. Hal-hazırda gördüyünüz kimi Duolingo-da elədiyim tasklardakı bilmədiyim sözləri dəftərə qeyd edirəm. Duolingo-da task hissəsindən başqa lüğət hissəsi də var. Və siz həmin lüğət hissəsində bilmədiyiniz sözləri yenidən oxuyub təkrarlaya bilərsiniz və yaxud onlar qeyd kimi çıxara bilərsiniz. Məncə dil öyrənmək üçün ən yaxşı yollardan biri də ChatGPT ilə danışmaqdır. Çünki siz həm onunla danışanda sizin səhvlərinizi düzəldir, həm də praktik eləmiş olursunuz, sözləri işlədirsiniz, aksenti öyrəşirsiniz. Bu hissədə 10 faydalı ifadə tapdım və həmin ifadələrin tələffüzünə qulaq asdım, daha sonra isə həmin ifadələri qeyd elədim. Gördüyünüz kimi hal-hazırda nə olduğunu başa düşməyə çalışıram, çünki İspan dilinin hərfləri biraz mənə fərqli gəldi. Hərflər həm Azərbaycan dilindəki hərflərə bənzəyir, həm də əlaqəsi olmayan hərflər də var. Tələffüz baxımından məsələn A kimi tələffüz olunur, U kimi tələffüz olunur, amma Q kimi tələffüz olunur və yaxud H kimi tələffüz olunur. Bu hissədə isə özüm praktik eləyirəm video çəkərək. Videonu çəkib sözləri, yeni öyrəndiyim hərfləri tələffüz eləyirəm. Daha sonra videoya baxıb həm aksentimdəki səhvləri düzəliş eləyə bilərəm, həm də bu şəkildə praktik eləmiş oluram. Videonu səsli şəkildə bura qoymayacağam, çünki videoya baxanda səs yadıma gəlir. Go to the bus stop. Avtobus. Video bu qədər idi. Əgər videomu bəyəndinizsə, takip atıb like atmağı unutmayın. Hər hansısa bir təklifiniz varsa yorumlarda yaza bilərsiniz.